Azərbaycanın baş prokuroru Kamran Əliyevə ağır itki üz verib. Kamran Əliyevin anası bugün günorta vəfat edib. Mərhum Gəncə şəhərində dəfn ediləcək. Allah rəhmət eləsin. Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakı şəhəri Xətai rayonu Zeytun küçəsində kanalizasiya kollektorunda çökmə nəticəsində ərazidə bəzi evlərin zirzəmilərinin və həyətyanı sahələrinin su basmaya məruz qalması barədə məlumat daxil olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması məqsədi ilə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri görülür.